Quantifiers, mixed tests, kəmiyyət göstəriciləri, qarışıq testlər. Deməli, burada nəyə fikir veririk testlə edərkən? Nöqtələrdən əvvəl only-yə, sonra isə tourist-ə. Only ya a little-la işlənir, ya da a few-la. Yəni, ya A-dır, ya da D-dir. Və nöqtələrdən sonra cəmsim gəldiyi üçün a few işlədirik. Only a few tourists stay here. Keçdik ikinci suala. Where-dən sonra article gəlməz. Çıxırıq və nöqtələrdən sonra sayılmayan isim olduğu üçün many cəmsimlərlə işlənər, few cəmsimlərlə işlənər, qalır D variantı. Keçdik üçüncü suala. They received. Information sayılmayan isimdir. Sayılmayan isim a few ilə işlənməz. Sayılmayan isimin qarşısında article işlənməz. A lot ümumiyyətlə isimlə işlənməz. Many-dən sonra cəmsim gələr, qalır A variantı. Much information. Dördüncü sualda language sayılmayan isimdir. Sayılmayan isimlə a few işlənməz. A lot-dan sonra isim gəlməz. Many cəmsimlə işlənər. Few da cəmsimlə. Cavab qalır A variantı. Keçdik 5-ci suala. Is there any honey in the jar? Söhbət baldan gedirsə, bal sayılmayan isimdir. Sayılmayan ismi many ilə vermərik. A few, few ilə vermərik. Only a little ilə işlənər. Cavab qalır D variantı. Keçdik 6-cı suala. Only, a little və yaxud a few ilə işlənir. Ya D-dir, ya da Y. Cəm isimdirsə a few götürürük. Only a few. There were only a few passengers on the bus. 7-ci sualda qaldıq. 7-ci sualda does your son have? Yenə də cəm isimdir. Friends. Much sayılmayanlarla işlənər. A lot-dan sonra isim gəlməz. Much sayılmayanlarla işlənər. A little da həmçinin. Qaldı B variantı. 8-ci sualda how much water do you drink every day? I drink water. Water sayılmayan isimdir. Many işlənməz, few işlənməz, a few işlənməz. A lot-dan sonra isim gəlməz, amma a lot of-dan sonra həm sayılmayan, həm də cəm isim gələ bilər. 9-cu sualda how much butter is there in the fridge? There is. Yenə də butter sayılmayan isimdir. A lot-dan sonra isim gəlməz, few işlənməz, many işlənməz, few işlənməz, qalacaq a lot of, çünki həm sayılmayan, həm də cəm isimlə işlənə bilir. 10-cu sualda there was water in the river and they decided to cross it. Əgər keçməyə qərara gəliblərsə, deməli orada nə qədər su var? Birincisi baxırıq ki, sayılmayan isimlərlə few işlənməz. A lot-dan sonra isim gəlməz, many, few da gəlməz, qalır A variantı. Keçdik 11-ci suala. 11-ci sualda has the child eaten butter at breakfast? Yenə butter sayılmayan isimdir. Sayılmayan isimlərlə much və little işlənər. Cavab 1-4 A variantı. Keçdik 12-ci suala. Money sayılmayan isimdir. Sayılmayan isimlə much və little işlənər. Cavab olacaq 1-4 Y variantı. 13-cü sualda interesting articles. Bizə bu lazımdır. Articles cəm isimdir. Cəm isimlə much işlənməz, a lot-dan sonra isim gəlməz, a little işlənməz, cavab qalacaq B variantı. 14-cü sualda there aren't books cəm isimdir. Much-la işlənməz, little, a lot-dan sonra isim gəlmir, much getdi, cavab qalır A variantı. 15-ci sualda questions cəm isimdir. A little və much cəm isimlə işlənməz, 1-4 A variantı qalır. Keçək 16-cı suala. 16-cı sualda very little water deyə bilərik. Little sayılmayan isimlə işlənir, doğrudur. Keçdik ikincisinə a few news deyə bilmərik. Sayılmayan isimlərin qarşısına a few işlənməz, səhvdir. 3-də many traffic deyə bilmərik, traffic sayılmır. Sayılmayan isimlərin qarşısına much işlənər, many işlənməz. Too much sugar deyə bilərik, amma few mistakes da deyə bilərik. Cavab 1-4-5 A variantı. Gəldik 17-ci suala. Much furniture doğrudur, çünki sayılmayan isimlərlə işlənir much. Furniture da sayılmayan isimdir, doğrudur. Many bread deyə bilmərik, bread sayılmayan isimdir. Many isə cəmlərlə işlənir. Very many people deyə bilərik, doğrudur. Few money deyə bilmərik, yanlışdır. Too much information deyə bilərik, doğrudur. Cavab 1-3-5 B variantı. 18-ci sualda only ya a few ilə işlənir, ya da a little-la. A little olmadığı üçün cavab a few-dur, yəni B variantı. 19-cu sualda the hotel wasn't very expensive, it didn't cost very olacaq burada. Baha deyilsə, deməli o çox pul etmir.
İnkar cümlədə little işlənməz, few işlənməz, little getdi. Many və much-a gəlincə burada much-dan istifadə edəcəyik. Çox etmir qiyməti, yəni. Gəldi 20-ci suala. 20-ci sualda I couldn't buy that car. Mən o maşını ala bilmədim because it cost two. Two-dan sonra article işlənməz. A-nı çıxırıq. Many olmaz. Little olmaz. Few olmaz. Much. O maşını ala bilmədim çünki çox baha idi, yəni. Sonra gəldi 21-ci suala. Sandra had to speak to. Cəm isimdir. Əlotdan sonra isim gəlməz, much işlənməz. Qaldıq many, few və a few arasında. İkinci hissəyə baxırıq. Information. Information sayılmayan isimdir. Qarşısında an işlənməz, another işlənməz. Qaldı Y variantı. Enough həm sayılmayan, həm də cəm isimlə işlənə bilər. Sandra had to speak many people about the accident as she didn't have enough information about it. Yəni. Gəldi 22-ci suala. I'm sociable by nature. That's why I have. Əgər sosialdırsa bu insan özünə qapalı deyil, deməli insanlarla tanış olur, dostlaşır, olacaq çoxlu dostu olur. I have very many, bir də a lot of friends. Cavab olacaq 2, 3. 23-cü sualda this town is a very interesting place to visit. That's why tourist. Əgər maraqlı yerdirsə gəlmək üçün, deməli ora çox turist gəlir. Very many, a lot of. Cavab 2, 3, Y variantı. 24-cü sualda Granny baked tasty rolls for us. Tasty rolls da adlı ruletlər. Burada olacaq. Only a little olmaz çünki only a little sayılmayanlarla işlənir. Only a few ola bilər, a lot of ola bilər, many ola bilər. Cavab olacaq 3, 4 və 5, D variantı. Gəldi 25-ci suala. 25-ci sualda the children picked purple flowers. Flowers cəm isimdir. A little cəm isimlərlə işlənməz. Much da işlənməz. Many, only a few və a lot of 1, 2, 5. Cavab B variantı. 26-cı sualda will you buy with? With buğdadır, sayılmayan isimdir. Sayılmayan isimdirsə, orada a few işlənə bilməz. Many işlənə bilməz. Few işlənə bilməz. Qaldıq C və D arasında. Will you buy little wheat? No, only little deyə bilməzsən. Only a little. Cavab D variantı only'yə görə. Həm də tərcümə cəhətdən odur. Çox buğda alacaqsan, o da inkar edir. Yox, ancaq biraz. Cavab D variantı. 27-ci sualda did you buy caviar? Kürü. Kürü sayılmayan isimdir. F-yuna atırıq. Fiyonu, mənini, fiyonu. C və Y arasında qalsa only ilə a little işlənir. Cavab olur Y variantı. 28-ci sualda do you have time and Kate is clever to make a report? Olacaq enough time, clever enough. Enough sifət və zərfdən sonra gəlir. Amma isimdən əvvəl gəlir. Ona görə cavab C variantı. Kifayət qədər, tort hazırlamaq üçün kifayət qədər vaxtım var. Və yaxud da deyir ki, Kate kifayət qədər ağıllıdır məruzə hazırlamaq üçün. 29-cu suala baxaq. So much kilos of cheese. Belə testlərdə of-dan əvvəlki sözə baxırıq. Kilos cəmdir, amma cəmlə much işlənməz, yanlışdır. So many pieces doğrudur. Of-dan əvvəlki sözümüz cəmdir. Many işlənib doğrudur. A few piece yox, pieces olsaydı doğru olardı. Yanlışdır 3. A few-dan sonra kilos gəlib 4 doğrudur. A little piece of cheese. Bu da əslində doğrudur. Nəyə görə? A little çünki balaca mənasında özündən sonra tək isimlə işlənə bilir. Cavab olacaq 2, 4, 5, B variantı. Gəldik 30-cu suala. So much packets. Of-dan əvvəlki cəm isimdir. Cəm isimlərlə much işlənməz. Of-dan əvvəlki cəm isimdir. Mən işlənər. Doğrudur. A few cups olmalı idi. Yanlışdır. A few packetsdir. Doğrudur. A little cup balaca fincan kofe deyə bilərik. Ona görə cavab 2, 4, 5, D variantı.
31-ci sualda we had work to do, so we had to ask somebody else to help us. Əgər kiminsə köməyini istəyirsənsə, deməli sizin nə qədər işiniz var? Çox. Bundan öncə baxaq nöqtələrdən sonra sayılmayan isim gəlibsə, a few sayılmayanlarla işlənməz, many də işlənməz, few də işlənməz. Qaldıq A və B arasında və burada tərcümə köməyimizə gəlir. Çox işimiz var ki, beləliklə biz köməyə adam çağırdıq. Cavab A variantı. 32-ci sualda nə istəyir bizdən? Is there ink? Ink mürəkkəbdir, sayılmayan isimdir. Sayılmayan isimlərlə few işlənməz, many işlənməz, many işlənməz. Qaldıq C və few işlənməz, qaldı D variantı. İndi baxaq doğrudur. Is there much ink in the ink pot? No, only a little. Only-dən də a little işlənər. Burada elə cavab avtomatik onunla D variantı qalırdı. Gəldik 33-cü suala. There was traffic. Traffic sayılmayan isimdir. Sayılmayan isimlə only a little-dan işlənər. Çıxdıq. Few sayılmayan isimlərlə işlənməz. There was hardly any traffic on the roads. There was much traffic on the roads da deyə bilərik. Little da. 1, 2 və 5 cavab B variantı. 34-cü sualda there is progress. Progress sonu SS-lə bitənlər sayılmayandır. Sayılmayan isimlər only a little-dan işlənər. Many işlənməz sayılmayanla. Hardly any deyə bilərik. Little da much da deyə bilərik. 3, 4 və 5 C variantı. 35-ci sualda Jack trained little, that's why people az məşq etdi. Ona görə də insanlar onun Jack trained little, that's why people expected him. Onun udmasını deməli az insan gözləyirdi. Çünki az məşq etmişdi. Burada people cəmi isimdir. Much işlənməz cəmi isimlərlə. Only a few-la işlənər. Qaldıq very few people expected. Many, a lot of ikisi eyni mənadır demək olar. Qoya bilmərik. Cavab A variantı tərcümədən də və yerinə görə də. 36. How many cookies can I have? Burada how many cookies cəm isimdir. Ən azından sonra cəm isim ancaq miqdar sayı gələrsə işlənər. Məsələn, another 4 books. Maçdan sonra cookies gələ bilməz, yanlışdır. Others'dan sonra isim gəlməz, others'dan sonra isim gəlməz. Cavab B variantı. How many more cookies can I have? Keçdik 37-ci suala. 37-də how many more days can I stay there? Others'dan sonra isim gəlməz. Maçdan sonra cəm isim gəlməz. Another'dan sonra da tək isim gələr. Problems cəm isimdir. İçdən sonra cəm isim gəlməz. A lot'dan sonra isim gəlməz. A number of the number of. Some'dan sonra some problems have arisen. Ola bilər. A number of da ola bilər. Cavab olacaq 2, 3 C variantı. 39-da students cəm isimdir. Every'dən sonra tək isim gələr. A number of-dan sonra cəm isim gələr, doğrudur. İşdən sonra gəlməz cəm isim. Some'dan sonra gələr. Cavab olacaq 2, 3 Y variantı. Gəldik 40-a. I'm afraid I'll be late for reasons. Cəm isimdir. Cəm isimlərlə işlənəcək some, a little işlənməz, much işlənməz. Cavab olacaq 2, 3 Y variantı. 41-ci sualda I've seen news programs. Burada news'a yox, iki isim yanaşı işlənərsə, ikinci ismə baxırıq. Varsa. İkinci isim burada var, cəm isimdir. Much işlətməyəcəyik cəm isimlə. A little işlətməyəcəyik. Too, many, few və several. Cavab 1, 4, 5. Y variantı. 42-ci sualda furniture shops. Shops'a baxırıq burada. Cəm isimdir deyəm. Only a little işlənməz. Much işlənməz. 1, 4, 5. Cavab B variantı. Which is wrong? Hansı yanlışdır? A little-dan sonra biz deyirik ki, sayılmayan isim gələr. Amma balaca mənasında balaca uşaq deyə bilərik. A doğrudur. Interesting works. Maraqlı əsərlər deyə bilərik. Many homework. Baxın burada necədir? Many homework deyə bilmərik. Cavab nədir? B-dir. Çünki homework sayılmayan isimdir. Many işlənməz. Digər variantlara baxaq. Many times dəfələrlə deyə bilərik. D variantında da glass stəkan mənasında sayılır. A beautiful glass deyə bilərik. Gəldik 44-cü suala, which is wrong. Beautiful glasses doğrudur. A little house, balaca ev doğrudur. Many housework deyə bilmərik. Homework, housework bunlar sayılmayan isimlərdir və muchla işlənə bilər, little-la işlənə bilər. Cavab Y-dir.
Gəldik 45-ci suala. The guide gave us information sayılmayan isimdir. Sayılmayan isimlə mən işlənməz. FU işlənməz. 2, 3, 5 işlənər. Cavab C variantı. Gəldik 46-cı suala. 46-cı sualda this kind of job requires patience. Deməli, bu növ işlər, yəni bu tip işlər səbr tələb edir. Səbr də sayılmayan isimdir. FU ilə işlənməz. Əlatdan sonra isim gəlməz, FU işlənməz. Cavab 2, 3, A variantı. Gəldi 47-yə application. Burada təkdir. FU ilə işlənməz yanlışdır. Few job applications bu doğrudur. Few raindrops doğrudur. İkinci ismə görə baxırıq. A few raindrop yanlışdır. Cavab olacaq 2, 3, C variantı. 48-ci sualda few ilə də boxes doğrudur. A few fig leaves olmalı idi. Few'dan sonra burada F yox, vs olmalı idi, səhvdir. A few ilə də boxes olmalı idi, yanlışdır. Few fig leaves, bir neçə əncir yarpaqları, 1 və 4 doğrudur. Gəldik 49-cu suala, nöqtələrdən sonra cəm isimdir. İkinci tərəfdə də only var. Only, a few və a little-dan işlənər. Bu few'ları çıxıram və birinci hissədə document cəm isimdir. A-dan sonra isim gəlməz. İndi baxaq tərcüməyə. There are a few documents in the research laboratory, but only. Əgər only var, but varsa, hər iki tərəf az ola bilməz. Biri çox olar, biri az. Cavab C olacaq. There are many documents in the research laboratory, but only a few of them are used. Ancaq az istifadə edilir. Çoxdur, amma az istifadə edilir. 50-ci sualda have you got experience? Təcrübədə sayılmayan isimdir. Sayılmayan isimlə mən işlənməz, altdan sonra isim gəlməz. 1, 3, 5 cavab olur D variantı. 51-ci sualda have you got practice to ride a motorcycle? Sayılmayan isimdir. Mən işlənməz, altdan sonra isim gəlməz. FU da olmaz, cəm isimlə işlənir. Cavab 1, 3, Y variantı. Only-dən sonra ya FU ya da a little gələr. Baxaq, cəm isimdirsə FU işlədirik. 53-cü sualda have you got confidence? Confidence sayılmayan isimdir. Enough ola bilər, sayılmayandan işlənir. A little more ola bilər. Have you got any more ola bilər. Only a few və such a lot deyə bir şey yoxdur. Such a lot of var. 1, 3, 5 cavab A variantı. 54-cü suala baxıram. Have you got courage? Cəsarətdir. Sayılmayan isimdir. Sayılmayan isimlə only a few və such a lot işlənməz. 1, 3, 5 A işlənər. Keçək 54, 55-ci suala. 55-ci sual. Yesterday Jane hardly ate anything at all means she ate. Əgər çətinliklə nəsə yeyibsə, deməli o az yeyib, yəni yox dərəcədə, very little. Enough olmaz, much olmaz, a lot-dan sonra isim gəlməz. Ümumiyyətlə, daha doğrusu a lot çox yeməz. She ate a lot ifadəsi doğrudur. Çox yeyib. Amma bizə tərcümə deyir ki, az yeyib. Demək olar yeməyib, yəni cavab Y-dir. 56-da Sally hardly earns anything at all. Demək olar, yəni qazanmır, çətinliklə nəsə qazanır. O deməkdir ki, o az qazanır. Very little. Gəldik 57-yə. Of-dan əvvəlki sözlərə baxacağıq. Slices olsaydı doğru olardı. Ona görə yanlışdır. A lot of sex olsaydı doğru olardı. Çünki of-dan əvvəlki söz sayılan təkdir. A lot of isə sayılan təklə işlənməz. Ya cəm ya da sayılmayan isimlərlə işlənir. Yanlışdır. A little slice of cake, bir balaca dilim kek deyə bilərik. 3 doğrudur. A little sack, balaca meşok deyə bilərik. Enough sex da deyə bilərik. Cavab 3, 4, 5. Y variantı. Keçdik 58-ci suala. A few pieces olsaydı doğru olardı. Ona görə yanlışdır. A little piece deyə bilərik. Balaca parça. Təbaşir. A lot of sack, yox sex olsaydı doğru olardı. Yanlışdır. A little sack, balaca meşok deyə bilərik. Enough sex də deyə bilərik. Cavab olacaq 2, 4, 5. C variantı. Gəldik 59-cu suala. 59-cu sualda fortunately there have been changes. Changes cəm isimdir. A-lotla işlənməz. Daha doğrusu a-lotdan sonra isim gəlməz. Muchla işlənməz. 1, 2 qalır. D variantı. Luckily, xoşbəxtlikdən the other speech, müəllifin nitqi had positive effects. Deməli, positive effects cəm isimdir. A-lotdan sonra isim gəlməz. Little da işlənməz. Cavab olur 1, 2, Y variantı.
You can be offered kinds of meat. Ofdan əvvəlki sözümüz cəmdir deyə. Only a few işlədə bilərəm. So many işlədə bilərəm. Too many. Amma bu little-la much işlədə bilmərəm. 1, 3, 5 cavab Y. Gəldim 62-ci suala. You can be offered sorts. Sorts cəm isimdir. Only a few ilə işlənər, many ilə işlənər, too many ilə işlənər. Amma little much-la işlənməz. Cavab olacaq 1, 3, 5. Y variantı. 63-cü suala baxaq. The audience was excited after watching. Quiet sakitdir. Quiet isə tamamilədir. Yəni az sifətdir burada. Bizə tamamilə lazımdır. Enough excited yox, excited enough olsaydı doğru olardı. Bu da yanlışdır. Saçdan sonra isim gələr, excited gəlməz, yanlışdır. Bu da yanlışdır. Cavab olacaq D. The audience was quite excited after watching the film. Filmi izlədikdən sonra tamamilə həyəcanlı idi tamaşaçılar yəni. 64 auditoriya. The bus was big and all the passengers could get in. Avtobus kifayət qədər böyük olub ki, tamamilə böyük olub ki, sərnişinlər içinə girə biliblər. Quiet sakitdir, bunu çıxıram. Enough big yox, big enough olsaydı ya doğru olardı. Saçları çıxıram, quiet. Cavab A variantı. A lot of juice deyə bilərik. Sayılmayan isimlərlə işlənir, doğrudur. Much bottles deyə bilmərəm, yanlışdır. A little juice deyə bilərəm. A few juice deyə bilmərəm. Much lemon juice, much juice ilə işlənir, doğrudur. Cavab olacaq 1, 3 və 5 A variantı. Gəldik 66-cı suala. The snowstorm caused difficulties. Difficulties cəm isimdir. A little işlənməz, much işlənməz, little işlənməz. Kiçik çətinliklər də ola bilər əslində. A ola bilərdi. The snowstorm caused so many difficulties that the flight was cancelled for 2 days. Çox çətinlik olub ki, uçuş 2 günlüyünə ləğv edilib. Çətinliklərə səbəb olub, daha doğrusu qar fırtınası. Cavab C. 67-ci sualda the forecasters predicted. Hava proqnozçuları nəyə öngörüblər? Snowfall that schools were delayed in the states. Deməli, çox olar. A few olmaz. Snowfall qar dənələri deyə, qar fırtınası. Snowfall, many. Many işlənməz. Burada olacaq so much. Snowfall that schools were. Çünki məktəblər təxirə salınıb. Olacaq D variantı. Keçdik 68-ə. I'd like salt in my soup. Sifomda duz istəyirəm. Very few işlənməz. Some more işlənər. Only a little işlənər. Many işlənməz. Cavab 1, 4, 5. Y variantı. 69-cu sualda Bill never gives advice sayılmayan isimdir. Much else advice. Else advice. Much advice. Else'dən sonra few'nu çıxırıq ümumiyyətlə. Many'ni çıxırıq. Much advice olacaq. Bill never gives much advice even when it's needed. Ehtiyac olanda belə. Else'dən sonra isim gəlməz. Yanlışdır. Cavab olacaq Y variantı. 70-ci sualda in the world export diamonds. Nations cəm isimdir. A lotdan sonra isim gəlməz. Only'dən sonra a few gələr. Only a little gələr. Only a little'dan sonra nations deyə bilmərik. Sayılmayan isim gəlməli idi. Cavab olacaq D variantı. 71-ci sualda much glass bottles deyə bilmərəm. Bottle çünki cəm isimdir, muchla işlənməz. Həmişə belə olanda sonuncu ismə baxın. Of varsa birinci ismə baxın, ofdan əvvələ. Much bottles deyə bilmərəm, yanlışdır. Many beer barrels doğrudur. A few gold rings doğrudur. A little chicken soup doğrudur. Amma several'dan sonra cəm isim gələr. Salads olmalıydı və yaxud da cəm isim olmalıydı. Salad sayılmayan isimdir. Cavab 2, 3, 4 A variantı. Keçirik növbəti suala. (72)də a little bit of chocolate. A little'dan sonra chocolate gələ bilər. Doğrudur. Many wool blankets də doğrudur. Bir doğru oldu demək. 2 doğru oldu. A few cotton skirts. Bunlar niyə belə yanlış getdi? A little bit of chocolate doğrudur. Many wool blankets də doğrudur. Much'dan sonra rings gəlməz, yanlışdır. Several'dan sonra da cəm isim gəlməlidir.
1, 2, 3, Y variantı. We have bought magazines in the bookshop. Cəm isimdir. Some more ola bilər. Əlotdan sonra isim gəlməz. Some other ola bilər. Much olmaz. Another olmaz. Cavab 1, 3. B variantı. 74-cü sualda poems cəm isimdir. Cəm isimlərlə only F yola işlənər. Ever'dən sonra tək isim gələr. Cavab olacaq 1, 2, 5 burada. Çünki most of these də işlənər, both da işlənər, all da işlənər. 75-də we have work, work sayılmayan isimdir. Mən işlənməz, few işlənməz. Cavab 2, 3, Y variantı. We can find interesting facts. Facts cəm isimdir. A lotdan sonra isim gəlməz, much yanlışdır. Cavab 1, 2, D variantı. Belə.